Hörmətli Ağdamlılar, əziz Qarabağlılar, sizi Ağdamın düz mərkəzindən yeni salınan binalardan salamlayıram. Bu möhtəşəm 8 noyabr Zəfər günü münasibəti ilə bütün Ağdamları, bütün Qarabağlıları, bütün Azərbaycan xalqını təbrik edirəm. Doğrudan da bugün çox qürur verici bir gündür. İgid qəhrəman övladlarımız, şəhidlərimiz sayəsində Azərbaycan xalqı məhz zəfərinin 5-ci illiyini qeyd edir. Ölkənin hər yerində bu bayram hiss edilir. Bakıda möhtəşəm parad keçirilir. Hər birisi bizim igid qəhrəman övladlarımız sayəsindədir ki, məhz bugün biz bütöv Qarabağda gəzirik, dolanırıq. Necə deyərlər, ürəyimiz açılır bu gözəllikləri görəndə. İndi Ağdam şəhərindən sizi salamlayıram. Ağdam həqiqətən də çox möhtəşəm görsənir. Hal-hazırda burada tikinti, abadlıq, quruculuq işləri davam edir. Gözəl binalar inşa edilir. Binaların ətrafı belə gözəlliklərlə əhatə olunub. Abadlıq, yaşıllıq, quruculuq işləri gedir. Həqiqətən də insana böyük bir zövq verir və bizim kimi blogerlər də Ağdamın belə gözəlləşməsini, belə müasirləşməsini görəndə doğrudan da çox sevinirik və istəyirik ki, bu gözəllikləri sizə təqdim edək. Həqiqətən də mən Ağdam şəhərindən olan birisi kimi, Seyidli kəndindən olan birisi kimi, bilirsiniz ki, hal-hazırda Seyidli kəndi də məhz tikinti quruculuq işləri orada da davam edir. Seyidli kəndi də şəhərə birləşdirilib və şəhərin düz mərkəz nöqtəsidir. Bu binaların həmən, bax, burada məscid var. Operatorumuz xahiş edirəm, yaxından götürün. Bu bizim məscidimizdir, Ağdam Cümə məscidi və onun qarşısında isə Seyidli kəndidir və orada siz o binaları görürsünüz. Yeni binalar orada inşa olunur. Məhz bizim kəndimizdə inşallah 2026-cı ilin sonuna kimi bilirsiniz ki, məhz Ağdama 20-25 min civarında əhalinin, Ağdam sakininin köçürülməsi nəzərdə tutulur. Hal-hazırda bilirsiniz ki, qarşıdan noyabrın 20-si tarixi gəlir. 20 noyabr Ağdam şəhəri günüdür və burada bir neçə binanın, hazır olan binanın açılışı olacaq və burada 104 ailə köçürüləcək məhz bu əraziyə və 20 noyabr şəhər günü məhz həmin buraya köçən sakinlərlə qeyd olunacaq. Ağdam şəhəri artıq dirçəlir, gözəlləşir. Həqiqətən də bu gözəlliklər hər kəsi, bütün Ağdamları, bütün Qarabağlıları valeh edir. Burada çalışan, əməyi keçən hər kəsə çox təşəkkürümüzü bildiririk. Doğrudan da o qədər gözəl binalardır ki, həqiqətən də insan baxanda göz oxşuyur, sevinir. Ağdamın xarabalıqdan belə müasir bir şəhərə çevrilməsi doğrudan da hər biri insanın üzündə ancaq müsbət şəkildə təbəssüm yaradır, hər kəsə qürur verir. Ağdam bundan da gözəl olacaq, daha da inkişaf edəcək, günü-gündən məhz daha da gözəlləşir. Hamısı cənab prezidentimiz sayəsində. Bildiyiniz kimi Ağdam 2000 hektar ərazidə inşa olunacaq və 2040-cı ilə kimi şəhər tam formalaşacaq və burada 100 minə yaxın əhalinin köçürülməsi planlaşdırılır ki, bu da böyük bir şəhər deməkdir və bildiyiniz kimi Ağdam şəhəri məhz Azərbaycanın 4-cü ən böyük şəhəri olacaq. Ermənistanın işğalından azad olunandan sonra yenidən qurulan Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayır. Böyük qayıdış proqramı çərçivəsində şəhərə ilk köç olacaq. Noyabrın 3-də qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsində Ağdam şəhərinə qayıdacaq sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib. Şəhərin ilk sakinləri olacaq 104 ailə yaxın günlərdə doğma yurdlarına yola salınacaq. Ümumilikdə 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məskunlaşdıracaq, ölkənin 4-cü ən böyük şəhəri olacaq. Qeyd edək ki, Ağdam şəhəri 1-ci Qarabağ müharibəsi zamanı 1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Vətən müharibəsinin sonunda 2020-ci ilin noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı
Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanata əsasən noyabrın 2-də Ağdam Azərbaycana qaytarılıb. 2021-ci ilin may ayının 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoyub. Cənab Prezidentimizin dediyi kimi, doğrudan da Azərbaycan xalqı qurub yaradan xalqdır və belə gözəllikləri inşa edən bir xalqdır. Amma erməni xalqı isə, bax o xarabalıqları gördünüz, onu operatorumuz boş yerə çəkmədi. Erməni xalqı isə bax belə dağdan, çökən, uçurdan bir millətdir. Əyani şahidi olursunuz ki, bu gözəl Ağdamımızı nə günə qoymuşlar. Amma biz Azərbaycanlılar isə belə gözəllikləri yaradan millətik. Əziz dostlar, doğrudan da Ağdamın hər bir nöqtəsində işlər gedir və belə geniş bir yol salınıb, böyük bir yol kənarı səki salınır. Daha sonra obyektlərin qarşısında geniş bir səki inşa edilir. Yəni insanların rahat şəkildə gedib gəlməsi üçün, rahat buradakı obyektlərdən alış-veriş etməsi üçün. Həqiqətən də mükəmməldir. Şəhər üçün, müasir şəhər üçün nə varsa, nə yenilik varsa hamısı Ağdamda tətbiq olunur. Bildiyiniz kimi bu ərazidə bura ikinci yaşayış kompleksidir. Burada 6 mərtəbəli binalar tikilir. Birinci mərtəbəsi obyektlərdir. Qalan mərtəbələri isə insanların yaşadığı evlər olacaq. Hörmətli tamaşaçılar, Ağdamın simvollarından biri idi Çörək Muzeyi. Dünyada ikinci belə bir muzey idi ki, biri də məhz Ağdamda yerləşirdi. Şəhərin düz mərkəzində yerləşirdi bu Çörək Muzeyi və müxtəlif tarixlərdə, müharibə dövrlərində istifadə olunan çörəklər bu muzeydə qorunub saxlanırdı. Amma mənfur düşmənimiz məhz bu şəhərdə hər şeyi dağıtdığı kimi Çörək Muzeyini də dağıtdı və Çörək Muzeyinin qalıntıları indi görürsünüz. Çörək Muzeyinin həmən yaxınlığında isə müasirliyin şahidi olursunuz. Niyə? Çünki həmən qarşısında yeni bir müasir, gözəl şəhər salınır. Şəhərin ikinci yaşayış kompleksi salınır. Bu məhəllə çox gözəldir. Bax, bura insanların gediş-gəlişi səki yoludur. Bu hissəsi isə velosiped sürənlərin yoludur. Burada yenə də yol kənarı, yenə də bir səkidir. Yəni çox genişdir. Burada doğrudan da o qədər gözəl işlər görülür ki, həqiqətən də məhz belə gözəl bizim dəyərli ustalarımız sayəsində Ağdam belə gözəlləşir, inkişaf edir. Hamınızı salamlayıram. Çox sağ olun ki, məhz belə gözəl bir şəhər inşa edirsiniz. Hamınızın əməyi böyükdür. Allah sizi var eləsin. Çox sağ olun. Gedək içəri, gedək içəri. Buradan. Aha, tamam. Qalxdıq yuxarı. Hörmətli izləyicilər, bu Ağdam şəhərində tikilən yaşayış kompleksində 2 otaqlı evlərdən biridir. İndi operatorumuz xahiş edirəm, burada birinci otağı göstərsin. Bax, bu otaq bizim otaqlardan 2 otaqlı evin bir yataq otağıdır. Buradan indi biz şəhərin möhtəşəm mənzərəsini seyr edirik. Burada yeni yollar çəkilir. Yeni yolları görürsünüz. Bura otaqların biridir. Gözəl də lüstr asıblar.
İndi biz buraya geldiğimiz zaman burada bir sanitar qovşaq yerləşir. Hamam deyil, bu sadəcə sanitar qovşaqdır, yəni tualet hissəsidir. Bu ikinci bir otaqdır. Belə gözəl lüstrası var. Divar kağızları da yüksək keyfiyyətlidir. Buradan da şəhərin panoraması çox gözəl görsənir. Burada isə həm hamam, həm tualet hissəsidir. İndi bilmirəm, işıq yanır ya yox. Yanırmış, işıq yanırmış maşallah. Bəli. Çox da qəşəngdir. Bura isə mətbəx hissəsidir. Burada da işlər artıq yekunlaşıb və buradan biz balkona keçid edirik. Hörmətli izləyicilər, bax o hissə Ağdam şəhərinin mədəniyyət evi olubdur. Bilirsə onun ancaq qalıntıları qalıb və o müzey daxilinə salınıbdır ora. Zəfər müzeyi daxilinə salınıbdır. Orada bir nömrəli yeni inşa olunan məktəbi görürsünüz. Burada isə məhəllə daxili yollar çəkilir. Operatorumuz xahiş edirəm göstərsin. Məhəllə daxili yollar çəkilir və bura sakinlər köçürüləcək. 104 ailə İnşallah ki, bu ayın sonuna kimi məhz bu şəhərə köç edəcək. Əziz tamaşaçılar, bura isə Ağdam şəhərində tikilən növbəti evlərdən, böyük evlərdən biridir. Bu məhz bir otağıdır, geniş, böyük bir otaqdır. Buradan şəhər mənzərəsi də istəyirəm buradan Ziya bəy göstərsin. Ortada məhz böyük bir park salınır. Həm də ki, gözəllikdir. Baxın, necə gözəl görsənir həqiqətən də. İndi gedək digər otaqlara. Ziya bəy, yaxınlaşın zəhmət olmasa. Bax, burada bir geniş bir foye var. Burada isə koridorda, gəlin bir-bir açaq, yoxlayaq görək. Bura hamam və ayaq yolu olan hissəsidir. Bəli. Bu hissə, iki dənə, bir dənə də sanitar qovşaqdır. Yenə tualet olan hissəsidir, əziz dostlar. 2 dənə var. Həm hamamlı, həm hamamsız olan hissə. Bura mətbəxdir. Görün necə gözəl mətbəxdir. Həqiqətən də mebeli əla. Aspiratoru da var. Qazı da qoyulubdur dövlət tərəfinə və bu mebel də hədiyyə olunur. Buradan balkon hissəsi var. Balkon hissəsindən mənzərə çox gözəldir. Niyə? Bax, burada məscidimiz və Seyidli kəndində tikilən o binalar da, baxın orada siz görə bilirsiniz. Məscidin gözəl bir panoraması var buradan. Məhz bu balkondan həqiqətən də və burada gözəl bir park inşa olunur. Məhəllə daxili park inşa olunur. Hər bir məhəllənin məhz ortasında gözəl bir park buradakı sakinlər üçün inşa olunur. Baxın, burada geniş işlər görülür, yollar salınır, yeni məhəllə daxili yollar salınır. Bu balkonun da mənzərəsi çox qəşəngdir, çox əladır. İndi gedək digər otağa. Əziz dostlar, bu bir otağıdır, yataq otağıdır və ikinci bir əlavə bir otaq da buradır. 1, 2, 3 otaqlıdır bura, 3 otaqlıdır. Burada da yenə də mənzərə superdir, çox gözəldir. 3 otaqlı evi çəkdik, 2 otaqlı evi çəkdik. Gedək görək 4 otaqlı ev necədir? Əziz dostlar, bu 4 otaqlı evin geniş mətbəx olan hissəsidir. Bütün mebellə təchiz olunubdur. Hər bir mətbəxin balkona açılan qapısı var. Burada da görülən işləri indi görə bilərlər. 4 otaqlı ev çox genişdir. Foyesi də çox genişdir. Bəli, bura bir dənə sanitar qovşaq olan hissəsidir. Bu, hamam və sanitar qovşaq olan hissəsidir. 2 dənə, yəni 4 otaqlı evin 2 dənə sanitar qovşağı var. Gəlin bir-bir baxaq. İndi burada işıq yanmır. Bura bir dənə böyük zalıdır. Böyük zalıdır, genişdir. Bəli. Və burada balkon hissəsində hələ ki təmir gedir burada. Setkaları vurulmuyor. Bura geniş bir otaqdır. Gedək indi növbəti bir otağa. Burada da bir otaq var. Baxın, burada bir dənə otaqdır və indi
biz bu otağa keçək. Məni qınamayıb otaqların sayı çox oldu burada. Burada bir otaqdır. Buradan da mənzərə əladır. Bax, çörək muzeyi az öncə qarşısında çəkiliş elədiyim çörək muzeyi də buradan çox gözəl görsənir və şəhərin digər nöqtələri də mərkəz hissəsi də çox gözəl bir panorama açılır məhz bu pəncərədən. Uşaqlar, indi gedək növbəti otağa. Otağın sayı çoxdur. Burada həm də koridor çox genişdir. Foye çox genişdir burada. Baxın, bu da geniş, böyük bir otaqdır. Yəni kim köçəcəksə bu evə, Allah onlara gözəl, xoşbəxt oturmağı, burada yaşamağı nəsib eləsin, əziz Ağdamlar. Bu tikintilər hamısı sizin üçün inşa edilir. Məhz bu gözəlliklər sizin üçün yaradılır. Gəlin, doğma şəhərinizdə xoşbəxt yaşayın. Bu da otaqların koridor hissəsidir. Otaqların koridor hissəsidir. Bax, bu da evlər, hamısı bir-bir. Bəli. Özə qapılarda hamısı ziyad. Baxın, necə təhlükəsizliyə önəm verib var, nə qədər kilitləri var. Yəni, həm də çox keyfiyyətli qapıdır. Maşallah olsun. Baxın, bu koridor hissəsi. Evlər hamısı mükəmməl, hamısı.